Salamlar, bugün sizlərə 5-ci sinif Azərbaycan tarixindən yeni mövzunun izahını təqdim edəcəyəm. Yeni mövzunun adı qanı ilə tarix yazan qəhrəmanlardır. Mövzuya keçməmişdən əvvəl onu qeyd edim ki, əgər izah mövzuları sizin üçün faydalıdırsa, istəsəniz kanalımıza abunə ola bilərsiniz. İndi isə başlayaq dərsin izahına. Yəqin ki, hər birimizin çox sevdiyi nağıl, cizgi film, kinofilm, futbol, şahmat və s. kimi sahələrin qəhrəmanları var. Uşaqlıq illərindən biz bu qəhrəmanların vurğunu olur, onlara bənzəmək istəyirik. Böyüdükcə qəhrəmanlarımız da, qəhrəmanlıq haqqında fikirlərimiz də dəyişir. Bəs əsas qəhrəmanlar kimdir? Biz kimlərə qəhrəman deyə bilərik? Qəhrəmanlar müqəddəs amallar naminə öz həyatlarını təhlükəyə atan, canlarından keçən şəxsiyyətlərdir. Heç kim anadan qəhrəman doğulmur. Yalnız qəlbi, ürəyi vətən, millət və bayraq eşqi ilə dolu olanlar bu zirvəyə uzala bilir. Tariximiz bu qəhrəmanlarla zəngindir. Azərbaycanın igid oğlu və qızları canlarını vətənləri üçün fəda etməkdən heç vaxt çəkinməmişlər. Artıq bu dərsliyin əvvəlki paraqraflarında Azərbaycan oğullarının müxtəlif dövrlərdə göstərdiyi igidlik nümunələri ilə tanış olmusunuz. İndi isə Qarabağ müharibəsi qəhrəmanlarından söhbət açacağıq. Sonuncu şəkillər. Azərbaycan Qarabağ müharibələri dövründə 30 mindən artıq şəhid verdi. Deməli, Azərbaycan Qarabağ müharibələri dövründə nə qədər 30 mindən artıq şəhid vermişdi. Ölkəmizin demək olar ki, hər yerində şəhid məzarlıqları vardır. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanı Bakıda yerləşir. Deməli, harada yerləşir Şəhidlər Xiyabanı? Bakıda salınmışdır. Xalqımızın şəhidlərimizin əziz xatirəsini unutmur, elə igidlərimiz də var ki, onların talehi barədə dəqiq məlumatlar yoxdur. Lakin göstərdiyi qəhrəmanlıqlar dillər əzbərdir. Onlardan biri də Natiq Qasımovdur. Kimdir? Natiq Qasımovdur. Çoxları kimi Xocalı faciəsi haqqında televiziyadan xəbər tutmuşdu. Ürəyi düşmənə qisas hissi ilə dolan gənc Natiq könüllü olaraq Azərbaycan ordusu sıralarına yazılır və cəbhəyə yola düşür. 1992-ci ilin martı Ağdam Əsgəran istiqamətində qanlı döyüşlər gedirdi. Natiq olduğu dəstə vacib yüksəklik düşməndən yer alaraq orada möhkəmlənir. Demək, nə vaxt olur? Bu 1992-ci il martında Ağdam və Əsgəran istiqamətində gedən döyüşlərdə Natiqin olduğu dəstə nə edir? Mühüm yüksəkliyi düşməndən geri alır. 92-ci ilin martı Ağdam Əsgəran istiqamətində yadımızda saxlayırıq. Deməli, möhkəmlənir. Düşmən nəyin bahasına olsun həmin yüksəkliyi ələ keçirməyə çalışırdı. Dəstə üstün qüvvələrlə hücuma edən düşmənin daha sonra deməli dəstə üstün qüvvələrlə hücum edən düşmənin bir neçə hücumu dəf etdi. Əlavə kömək isə ləngiyirdi. Bundan istifadə edən erməni silahlıları döyüşçülərimizi mühasirəyə aldı. Qədim Albaniya kilsəsində müqavimət davam etdirən əsgərlərimiz isə sırası seyrəlirdi. Demək, Qədim Albaniya kilsəsində Xocalı yaxınlığında bu kilsədə nə edir? Natiq Qasımovun da iştirak etdiyi bu dəstə müqavimət göstərir ermənilərə qarşı. Kilsəyə heç cür yaxınlaşa bilməyən ermənilər Xocalıda əsir götürdükləri sakinlərdən birini Cəfər müəllimi danışıqlar aparmaq üçün kilsəyə göndərir. Deməli, kimi göndərir kilsəyə? Cəfər müəllimi kilsəyə danışıqlar aparmaq üçün kilsəyə göndərir. Göndərdilər. Düşmən şərti belə idi: əgər kilsədəkilərin təslim olmasalar, Xocalıda əsir götürülmüş bir qrup mülki şəxs öldürüləcəkdir. Atəş səsləri susdu. Xocalı sakini ehtiyatla kilsəyə yaxınlaşıb, mən Xocalıda əsir götürüblər, sizin yanınıza danışıqlara göndəriblər, atəş açmayın deyə səsləndi. Kilsədə zəif bir səs gəldi: gəl içəri. İçəri daxil olan əsir gözlərinə inana bilmirdi. Orada cəmi bir əsgər var idi. Yerə uzanan əsgərin ətrafına boş güllə gilzləri səpələnmişdi. Kilsədə bayra atılan yerlərdə atıcı silahlar qoyulmuşdu. Sən demə, döyüş yoldaşları həlak olan Natiq son 5 gününü ermənilərlə tək başına döyüşürmüş. Deməli, nə edir? Son 5 günü Natiq
nə idi? Ermənilərlə tək başına döyüşürmüş. Ermənilər isə kilsədə xeyli əsgərə qarşı döyüşdüklərini fikirləşirdilər. Susuzluq və aclıq igid döyüşçümüzün əldən salsa da, düşmənə təslim olmaq fikri yox idi. Onun cəmi 2 gülləsi qalmışdı. Cəfər müəllim, nə edəcəksən o 2 gülləni, deyə soruşdu. Natiq cavabında son gülləni özümə saxlamışam, dedi. Deməli, bu ermənilər nə edir? Cəfər müəllimi, Xocalı sakini, əsiri Cəfər müəllimi, deməli, nə edir? Bu Natiq Qasımovun sığındı kilsəyə göndərir ki, burada şərt qoyur ki, əgər kilsədəkilər təslim olmasa, Xocalıdakı sakinlər, əsir götürdükləri sakinləri öldürəcəklər. Və Natiq Cəfər müəllim də içəri girir, görür ki, burada yalnız bir nəfər müqavimət aparırmış. Sən demə, ermənilər də elə düşünürmüşlər ki, çox insandan elə bir kilsədə döyüşürmüş. Və buna təəccüblənir Cəfər müəllimin özü də və onun son 2 gülləsi qalmışdı və o nə edir? Deyir ki, son gülləndə özümə vuracam, yəni əsir düşməyəcəm. Lakin o Xocalı əsirlərin öldürülməməsinə görə nə edir? Əsir düşür. Yəni son gülləndə belə deyək, havaya vurur və belə olur, əsir alınır ermənilər tərəfindən Xocalı əsirləri müqabilində, yəni Xocalı əsirlərinin azad edilməsi müqabilində deməli Natiq Qasımovu əsir götürürlər. Daha sonra baxaq. Cəfər müəllim ürək ağrısı ilə abala, o biri gülləni də mənə vur, ikimiz də ölək deyə hönkürdü. Biraz özünə gələndən sonra ermənilər şərtini açıqladı. Dedilər ki, kilsədəkilər təslim olmazsa 22 nəfər Xocalı əsrini öldürəcək. Deməli, nə şərt açıqlayırlar, nə şərt qoyurlar ermənilər 22 nəfər Xocalı əsrini öldürmək şərtin, yəni təslim olmasa 22 nəfər Xocalı sakinini öldürəcək deyirlər. Biraz fikirləşən Natiq son gülləni havaya atdı, kilsənin üzərində sancdığı Azərbaycan bayrağını oradan çıxardı. Özü ilə götürüb Xocalı sakini ilə birlikdə kilsədən çıxdı. O bilirdi ki, onu hansı aqibət gözləyir. Lakin vətən qarşısında hərbiçi kimi son borcunu verirdi. Tək ki, dinc Azərbaycanlılara toxunulmasın. Nə idi? Tək istəyi o idi ki, dinc Azərbaycanlılara toxunulmasın. Daha sonra deməli, düşmən heyrət içində idi. Neçə gün ərzində cəmi bir əsgərlə döyüşdükləri və ona qalib gələ bilmədikləri ilə heç cür barışa bilmirdilər. Qəzəbləri coşub daşsa da, yanlarında Rus və İtalyan jurnalistlər olduğundan Natiqlə dərhal sərt davranmadılar. Deməli, jurnalistlərə görə, Rus və İtalyan jurnalistləri olduğuna görə bunlar nə edir? Natiq Qasımovlar sərt davranmırlar dərhal. Onun sorğu-sualı ilə özləri ilə apardılar. Rus jurnalisti Natiqin təslim olduğu anı, deməli, Natiqin təslim olduğu anı bu şəkilləri Rus jurnalisti, deməli, təslim olduğu anı İtalyan jurnalistə sorğu-sual edildiyi anı kadrlara köçürə bilmişdi. Sorğu-sual edildiyi anda burada göstərilib bu hissədə. Bunu hissədə bu, deməli, bu hissədə sorğu-sual olunan hissəni də deməli İtalyan jurnalisti elə bir qeydə alır. Daha sonra baxırıq. Bu hissəyə baxırıq. Burada Azərbaycan Respublikasının prezident sərəncamı var ki, Natiq Qasımova Azərbaycan Milli Qəhrəman adının verilməsi. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qoruyub saxlanılması, xüsusi xidmətləri və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlimoğlu Qasımova Azərbaycan Milli Qəhrəman adı verilsin. Deməli, Natiq Qasımova prezident İlham Əliyevin sərəncamı ilə nədir? Azərbaycan Milli Qəhrəman adı verilir. Nə zaman verilir? Bunu yadımızda saxlayaraq burada qeyd olunub. 25 iyun 2024-cü ildə sərəncam verilir və bununla da Milli Qəhrəman adı verilir. Nə zaman verilir? Yadımızda saxlayarıq. 25 iyun 2024-cü ildə Natiq Qasımova Milli Qəhrəman adı verilir. 25 iyun burada da qeyd edilibdir. 25 iyun 2024-cü ildə. Daha sonra baxırıq.
deməli bu hissədə qaldı. Sorğu-sual iddianı kadrlar köçə bilmişdi dedik. Bu onun sonuncu şəkilləri idi. O gündən Natiq haqqında heç bir soraq çıxmamışdı. Demək, o gündən sonra Natiq haqqında ya ölməyi, ya da sağdı, yəni bu barədə heç bir məlumat əldə edilməmişdi. Hətta vaxtda bir Oğul adlı film də var ki, Natiq Qasımov haqqında çəkilib. O da maraqlı filmdir. İstəsəniz o filmə də baxa bilərsiniz. Daha sonra keçək. Əsirlikdə azad edilmiş Zəfər müəllimin dedikləri. Demək, əsirlikdən azad edilmiş Zəfər müəllimin dedikləri, o razı olmadı ki, Xocalılar güllələsinlər. Azərbaycan bayrağının sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Natiq bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı. Ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər. Onun üstü başını axtardılar. Tək olduğuna inanmadılar. Məbədin içərisinə atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada iki xarici jurnalist də vardı. Fotokameralar axşamın toranında gözləri düşmənə nifrətlə zirlənmiş, əlində bayraq olan Natiqə tərəf yönəlmişdi. Bu fikirlərlə kimə aiddir? Xocalıda əsirlikdən azad olunmuş Zəfər müəllimə aiddir. Daha sonra keçək digər hissənin izahına. Deməli, Mübariz İbrahimov haqqındadır bu hissədə. Gəlin başlayaq izaha. 2010-cu ilin yayı atəşkəs dövrü. Ön xətt düşmənlə üzbəüz ərazi. Burada xidmət edən Azərbaycan kəşfiyyatçısı gecə saatlarında təxminən 1 kilometrlik minalanmış sahəni keçir. Tək başına erməni postundakı əsgərləri zərərsizləşdirir və daha sonra isə düşmənin dərinlikdə yerləşən əsgər kazarmasına hücum edir və qeyri-bərabər döyüş başlanır. Nə zaman oldu? Bu 2010-cu ilin yay ayının, yəni iyunun 19-20-si. Belə deyək, Mübariz İbrahimov nə edir? Ön xətti keçir və nə edir? Düşmən üzərinə gedir. O tək başına erməni postunda əsgərlərin zərərsizləşdirir. Daha sonra isə düşmənin dərinliklərində yerləşən əsgər kazarmasına hücum edir. Qeyri-bərabər döyüş başlayır. Düşmənə qarşı onların öz silahlarından istifadə edən yer kəşfiyyatçısı xeyli erməni əsgərini məhv edir. 5 saatlıq döyüşdən sonra özü də həlak olur. Deməli, nə edir? 5 saatlıq döyüşdən sonra deməli, Mübariz İbrahimov da şəhid düşür. Baş verən bu hadisədə böyük əks-səda yaratmışdı. Azərbaycan ordusunun hərbiçisi düşmənin möhkəmliyi ilə öyündüyü müdafiə xəttini tək başına yanmışdı. Məğlub edilməz ordunun onların əsgərini məhv etmişdi. Bəs bu qəhrəman kim idi? Artıq onun adı və soyadı Azərbaycan qəhrəmanlıq tarixində əbədi həkk olunmuş Mübariz İbrahimov idi. Deməli, kim idi? Bu qəhrəmanımız Mübariz İbrahimovdur. Şəhid olduqdan sonra mübarizə əşyalarının içərisində ata-anasına yazdığı məktub tapıldı. Qəhrəmanımız yazırdı: Əziz atam və anam, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Mən bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Zəifliyi ilə barışa bilməyən düşmən mübarizin nəşini qaytarmaq istəmirdi. Bu isə müharibə qanunlarına zidd addım idi. Azərbaycan və beynəlxalq qurumların israrlı tələblərindən sonra qəhrəman hərbçimiz cəsədi ermənilərdən alındı. Deməli, yay ayında, iyun ayında şəhid düşür. Noyabra qədər, payız ayına qədər ermənilər Mübariz İbrahimovun deməli nəşini vermirlər. Daha sonra deməli Mübariz İbrahimov böyük ehtiramla Fəxri Xiyabanda dəfn olunur. Deməli Fəxri Xiyabanda dəfn olunur. Deməli Mübariz İbrahimov harda dəfn olunur? Fəxri Xiyabanda dəfn edilir. Azərbaycan Respublikasının prezidenti fərmanıyla Mübariz İbrahimov Azərbaycanın milli qəhrəmanı adı verilir. Deməli, həm də Prezident Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilir Mübariz İbrahimova.
həm də Natiq Qasımova da əvvəl qeyd etdik, ona da milli qəhrəman adı verilmişdi. Hazırda doğma Biləsuvar rayonunda məktəblərin biri onun adını dəyişir. Demək, hansı rayonda doğulmuşdu? Mübariz İbrahimov Biləsuvar rayonunda doğulmuşdu. Bunu da yadımızda saxlayırıq. Daha sonra Mübariz İbrahimov adı təkcə Azərbaycan deyil, bir çox ölkələrdə də dillər əzbərləyir. Qardaş Türkiyə Cümhuriyyətinin çəkilən bir çox filmlərdə onun adı qəhrəmanlıq rəmzi kimi ehtiramla yad edilir. Belə filmlərdən biri də Savaşçı filmidir. Deməli, Türkiyədə çəkilən filmlərdə də Mübariz İbrahimovun qəhrəmanlıqları qeyd edilir. Onlardan biri də hansı filmdir dediyi Savaşçı filmidir. Deməli, dərsin izahı bu qədər oldu. Sağ olun.